Yəni o da qismət. Heyfslənmirəm. Mən çox maraqlı, zigzaqlı, çox gözəl. Burada çoxunun şəkli olan, mən Arif Merikovla mən çörək yemiş adam. Arif Merikov mənə kitabımda söz demiş adam. Kədərli simfoniya deyib, Əl-Səmşirin poeziyası kədərli simfoniyadır. Yəni, Arif Merikov boyda bir dahi. Həm də elə ad çəkdiniz, mən yadıma düşmüşkən də deyim, biz bəzən söhbətlərimizdə Səttar Bəhluzadədən danışırdıq. Siz onunla çox görüşmüsünüz, bir yerdə çörək də yemişsiniz. Sizə nəsə... Səttar Bəhluzadənin də olub, görüş olub, qalır mənim onunla görüşüm. Çox tanıdığımız əksər adamları. Bizə deyirsiniz ki, o Fuadın kafesindən yuxarıda orada otururdu həmişə. Fərhad kafesində də olub, ən çox mən onu görmüşəm və hətta görüşmüşəm sözündə deyə bilərəm, 71-ci ildə. İlk dəfə görüşmüşdünüz yoxsa? İlk dəfə Səttar Bəhluzadəni orada görmüşəm, deyim harada. Vətən Kinoteatrının Misal böyründə yer var. Vətən deyirəm, Azərbaycan Kinoteatrının böyründə kafeyə gedirik biz. Bəli. O çayçaya gəlirdi o. O çayçaya mən onun salonuna belə oturub görmüşəm. Necə adam idi? Səttar Bəhluzadəni. Təzadlı. Heç bir təzadədə orada. Açıq, gözəl bir insan mənim təəssüratımda və sonra da mənim dostlarım o adlı kitablar yazıb. Sən onun haqqında yazı yazırlar da. Bəli. Ziyadxan Əliyev. Ruhu şad olsun. Ruhu şad olsun. Maraqlı, o vaxt da deyib də, barmaqların ənciz yarpağına oxşayan. Mənim sözlərim deyir, yazsılar. Maraqlı bir insan olub. Yəni bir neçə görüşləriniz oldu? Bir şey, belə təmas bir yerdə çay içmişik. 70-ci illər. 71-ci il. Oktyabr, noyabr. Uzun bir zaman keçir. Əsəblər, siz kənardan ola bilsin ki, biraz qəzəbli, ola bilər bir balaca qəddar görünüşdə görünə bilərsiniz. Amma əslində sizin çox yuxa qəlbiniz var, kövrək qəlbiniz var və bir dəfə biz Targovda deyəsən gələndə qarşımıza bir ağacı gördük, qarşımızda bir ağac gördük və siz qəfil Mövlud ağacı şeirini dediniz. Və o deyəndən sonra da şeir bitməmiş hönkürtü oldu. Mən düşünürəm ki, bu hər adamda bu baş verə bilməz. O adam ruh adamı olmalıdır və onun ürəyinin yuxa tərəfi olmalıdır ki, yəni Mövlud Allah rəhmət eləsin, gənc şair idi, yazar idi. Bizdə işləmişdi, ölümündən intihar eləməmişdən qabaq dostlardan soruşub ki, ürəyim Əl-Səmidi istəyir. Yəni, mən şərfini verişində dedim və onlar da çəkdilər. Bizdə işləyib, özü də yoldaşılar bizdə işləyib. Ölümündən 200 gün qabaq, 2 gün qabaq ürəyim məni istəyir. Ürəyim Əl-Səmidi istəyir. Yəqin ki, mən o daşındırardım, hiss edərdim. Çıxıb onun 2 gün qabaq ürəyim Əl-Səmidi istəyir, Zahir Sarqırba mən götürüb gəldim, səni soruşur. Çıxdı o həmzəli ilə çörək idi. Çörək idi, hətta içdik. Orada mənə desəydi, 2 gündən sonra intihar edirdi. Orada mən səbəbini desəydi mən onu. Heç hiss olmadı da yəni. Olunmamışdı, yox. Sonra mən o vaxtda şeir yazdım. Yəni şeiri demək istəyirəm orada. Deyil. Mövlud ağacı şeiri. Mövludun intihar xəbərinə 1000 şeir yazıldı. 1001-cini yazmadım. 1001 gecə nağılı açmadım. Adına bir ağac əkdim həyətimdə. Onda gördük, gecələr qanadına vurub uçur ucalığa. Gündüzlər qonur yerə, onu da gördük. Günlərin birində qanadları qırıldı, yandı, qurudu, intihar etdi Mövlud ağacı. İllər yaman tez keçdi. Əksimiz şəhid gözlərində dünyadan köçdü. Bir Mövlud gecəsində köklü köməzli Yasəmən ağacını bağından çıxarıb bağıma gətirdi Aydınlı xanlı. Bu da Yasəmən ağacı Mövlud yaşında. Buraların havası yaman,
Soyuğu Sibir, istisi Yemen. Ya sen ya mən, fərqi yox. Sən güllər şahzadəsən Yasəmən. Ətrindən, hənründən bu ağac dirilər. Hökmündən bu ağac çiçəkləyər bağımda, bağrımda Mövlud ağacı Yasəmən. Çox gözəl şeydir. Çox sağ olun. Özdə mən elə bir ağzınızı demişdim və gəlmişdim. Əsəd müəllim, siz bəlkə də onunla görüşsəydiniz, əminəm ki, o fikrindən daşınadır və çünki siz həyatda elə şeylər yaşamısınız ki, bəlkə 100 dəfə adam intihar etmək istəyərdiniz. Amma o mərhələdən keçmək lazımdır və siz O zəif olub da. iradə zəifliyi. İradə zəifliyi. Mən möhkəm adam özü haqqında deməz. Mən çox möhkəm. Çox möhkəm adamsınız. O şeylərə dözmək lazımdır. Mən keçdiyim yoldan bir də adam keçə bilməz. Mümkün deyil. Dərhal qaydalar gedir. Qaydar yox. Ağlaya-ağlaya o əmzik olan yerə qaçarlar. Kövrək məqamlar deyəndə yadıma Ənvər Həsənov düşür. Çünki Ənvər Həsənovun biz birgə iştirak elədik, onun kitab təqdimatındadır. Siz onun dəfnində də oldunuz və orada bir Qəribə şeydir. Öz onun 40-ı gəlib düz mənim oğlumun toyuna düşdü. Sən də oradan durub gəlmişdin. Gündüz Ona görə o şəkli verirəm sənə. çox bəli. Ona görə o şəkli gətirdim sənə. Məndə 1000 dənə şey var idi gətirməyə. O şəklin xüsusi anlamı var həm. Anlamı var o şəklin. Çox qəribə bir şeydir. Qəribə bir şey. Orada işlətdiyiniz ifadə ki, onlar həmişə bir-birini səmimi seviblər və çox yaxşı cütlük olur. Və indi də bir kitabda da vermişəm onu. O birazdan o dəfn olunacaq. Sevdiyi bir insanın yanında dəfn olunacaq. Qəbirləri qoşa qarsın. Qəbirləri qoşa qarsın. Mənim şeirim var da, elə bir şeirim. Bəli, eşitmişəm o şeiri. Tuş oldu orada. Qəbirləri qoşa qarsın, bunların. Ömürdə avariya düşdü, öldü, Ömrət bacı. Ondan sonra belə Ənvər müəllimə sarsıntı keçirtdi və elə həyatı... Möhkəm sarsıntı və o həmən onu intihara apardı da. Bəli. Ənvər Həsənov əslində intihar elədi. İntihar təkcə kəndirlə gedmir ki, kəndir, tonqalla getmir. Mən yazım Xəzər jurnalında o vaxt. İntiharın 1000 cür, milyon cür növü var və şizofreniyanın nə qədər növü varsa, intiharın da o qədər növləri var. Elə bizim bilmədiyimiz intihar növləri ola bilər. Bəli. Biz deyirəmmi? Təbii ki, razıyam. Bizim bilmədiyimiz intihar növləri ola bilər. İnsan özü bilmədən ora gedər, deyərlər ki, sonra bu intihardır. Ona görə də ruhu şad olsun deyək. Ruhu şad olsun. Və bu kitablar təbii ki var. Əsəd müəllim hər iki kitabı oxuyub ki, xatirələri və onunla vidalaşır. O kitabı yazdığına görə mən sənə zəmanət vermişəm, yazıq aktivanım. Bəli. Özdə mən demişdim, heç kəsə artıq zəmanət verməyəcəm. Mən 89 adama uğurlu